Biz yeni dünya düzəni deyirik Fazil bəy və bu məqamda biz Türkiyənin gücünü bilirik, yeni konfigurasiyanı bilirik və hətta Rus-Ukrayna müharibəsi kimi bir davam edən acı bağırsaq kimi uzanan bir müharibədə Türkiyənin vasitəçilik missiyasının necə ön plana çıxdığını da görürük. Yəni Türkiyə güclənir, böyüyür və belə bir məqamda müttəfiq olan Azərbaycan da onunla paralel böyüyür. Bu gün verilən, mən demirəm biz belə deyək, təxminlər edək, tapmacalar tapaq, amma Azərbaycan və Türkiyə bu gün, bu tarixdə həm nəzərə alsaq ki, Ermənistandan verilən yeni mesajlar var, Rusiya ilə Azərbaycanın münasibətlərində gərginliklər var, dünya düzənində yeni proseslər və yeni qütbləşmələr gedir. Hansı mesajlar verilməlidir indiki ərəfədə sizin fikir? Necə ki, həm dünyaya mesaj olsun, həm bizim gücümüz bundan sonra atacağımız addımların da anonsu orada öz əksini tapsın. Əslində yeni dünya düzəni ifadəsini biz yeni dünya düzənsizliyi ifadəsi ilə əvvəl eləməliyik. Düzən yaranmır axı. Yəni hər xalq, hər bir dövlət oturub evində, öz məkanında, coğrafiyasında hansısa yüksək balla baş verə biləcək zəlzələni gözləyir. Və bu zəlzələni əslində biz də gözləməliyik. Nə baxımdan? Çünki bu müharibə qaydalarına uyğun hansısa bir proses getmir. Yəni ki, adətə bir müharibənin əsaslandırması olur, müharibənin hansısa bir şəkildə etikası olur, əxlaqı olur. Və bu, baş verən Rusiya-Ukrayna müharibəsində bu görüntülər yoxdur ortada. Yəni, burada qurbanlıq olan bir xalqın hətta hərbi qaydalara uyğun olmayan şəkildə müəyyən hücumlara məruz qalması, yaşayış binalarının dağıdılması və başqa bu müharibə qaydalarından tam fərqli bir məsələdir. Və digər tərəfdən əvvəllər dünyada ağsaqqallıq rolunu oynayan dövlətlər belə özləri o ağsaqqal missiyasını yerinə yetirə bilmirlər. Çünki ona uyğun davranışlar sərgiləyə bilmirlər. Və bir başlı başına o Lütfüzadənin dediyi qeyri-səlis məntiqlə idarə olunan bir dünya ilə qarşı-qarşıyayıq. Və Azərbaycan üçün də böyük risklər çoxdur. Çünki bu ocaqların bir qismi də Azərbaycanın çevrəsində yanma təhlükəsi ilə qarşımıza çıxır. Xüsusilə də Amerika-İran münasibətlərinin, İsrail-İran münasibətlərinin nə ilə nəticələnəcəyini, sonra Türkiyə-Suriya və İsrail-Suriya üzərindən münasibətlərin hansı formada kəskinləşəcəyi, Türkiyənin ən böyük tarixi bir şans yaxalayıbdır PKK ilə məsələnin çözülməsi baş verir. Amma bu çözülmə elə-belə asan məsələ deyil. Çünki Türkiyənin daxilində bu məsələni çözmək problem bəlkə də olmaz. Bunu müəyyən müddətə həll eləmək olar. Amma Qandildə, İraq ərazisində və başqa Suriyada olan onun tör-töküntüləri ilə başa çıxmaq məsələsi çox mürəkkəbdir. Çünki beynəlxalq aktyorların bunda marağı yoxdur. Beynəlxalq güclərin bu məsələyə əslində mənfi münasibəti var. Və bunlar hamısı nəyi göstərir? Bu, Azərbaycan üçün də fikrimcə qarşıda duran əsas problem Ermənistanla artıq müharibə vəziyyətində olan, müharibə təhlükəsi yaşayan, qarşılıqlı ittihamlar üzərindən bir-birinə düşmənçilik münasibəti bəsləyən mövqedən sülh müqaviləsi bağlayıb, normal əməkdaşlıq mövqeyinə keçən bir status əldə eləməliyik. Və biz bunun üçün hər şeylər eləyirik. Müəyyən dərəcədə indi etiraf eləməliyik ki, Ermənistan da hər şeylər eləyir. Hətta mən sizə bir şey deyim ki, bugün təbii ki, Azərbaycan hakimiyyəti, Azərbaycan iqtidarı kifayət qədər praqmatik bir siyasət yeridir. Bölgə gücləri ilə onların zərərsizləşdirməsi, neytrallaşması və Ermənistana da biraz daha realist bir təkliflər verir ki, bölgəni barışa gətirək, müharibədən arınmış, müharibə riskindən qurtarmış bir yerə çevirək. Və mən Ermənistan rəhbərliyinin də, xüsusilə də parlamentin sədrinin açıqlamasında nəyi müşahidə elədim? Ermənistan rəhbərliyinin də problemi əslində Azərbaycan deyil, erməni xalqıdır. Xəstələnmiş erməni xalqıdır və ona hər dəfə mesajda bir məsələ vurğulanır ki, sizin bu xəyalçı yanaşmalarınız, bu etiraf eləyək ki, bu xəyalçı yanaşma Azərbaycanın da real vəziyyəti qiymətləndirməyən çox sayda siyasətçisində, yazarında, filanda bizdə də bollucadır. Və bu da bizi bir gələcəkdə hansısa bir fəlakətə hazırlaya bilər. Amma Ermənistanda siyasi demək, elita cəmiyyətə xəyalçı, məzəratçı yol izləməməyi təlqin eləməklə məşğuldur. Əsas budur problem. Konstitusiya dəyişikliyi də bunun üzərində gedir. Başqa məsələlərdə indi nə dərəcədə buna nail olacaqlar, bu başqa məsələ. Amma bütün hallarda biz də Azərbaycan olaraq çalışmalıyıq ki, bu böyük sülh müqaviləsinin, barışın gəlməsini təmin eləyək və bununla da
bizim bir problemimiz də azalsın. Diqqət edirsinizsə, indi bizim dövlət başları əvvəllər xaricə gedəndə bizim çıxışların 10 dəqiqəlik çıxışın 6 dəqiqəsi, 7 dəqiqəsi Qarabağ məsələsi üzərinə, biraz da bizim ədalətsizliyə məruz qaldığımız üzərində olurdu. İndi artıq 10 dəqiqə Azərbaycanın qlobal məsələlərə baxışını əks etdirən tezislərdən ibarət olur. Bu dəyişimi biz görməliyik. Bu baxımdan da məncə bizim bu düzənsiz vəziyyətə salınmış dünyada izlədiyimiz taktika ağıllı taktikadır. Yəni Amerika Birləşmiş Ştatlarla da, Rusiya ilə də, deyək ki, Ukrayna ilə də, hətta Çinlə belə son vaxtlar məsələn Çin kimi gigant bir ölkə ilə vizasız gediş-gəlişi təmin eləmək böyük bir uğurdur və hesab edirəm ki, xarici siyasətimizdə bu istiqamət davam eləsə, hətta İran kimi müəyyən dərəcədə problemli ölkənin belə prezidentinin bura gəlib normal münasibətlər qurmağa cəhd eləməsi də bu müsbət mənada qiymətləndirilməlidir.